Salam əziz izləyicilər, kanalımda xoş gördük sizləri. Bu günləri biber salatı hazırlamışam qarğıdalı ilə. Hazırlama qaydasını sizlərlə bölüşürəm. Bizim burada bir böyük balqar biberi, qırmızı biber, 2 sarı, 2 yaşıl biberimiz var. Ona görə qırmızı bir dənədir ki, yəni böyük olduğuna görə. Gördüğünüz kimi kəsirəm və içərisində hansı ki tullantılar var biberlərin, həmən ağ hissələri, yəni tərtəmiz olar, təmizləyirəm. Daha sonra samanvari formada doğrayıram. Əvvəlcə uzun sof formada samanvari doğradım. Gördüm ki biraz böyük alınır, ona görə daha sonra tərs biraz eninə doğradım ki çox uzun olmasın. Əslində bu salatın biberləri uzun-uzun doğranılır. Samanvari də uzun formada, bax bu formada nazik olmalıdır. Çox qalın olmasın. İndi bu biber biraz böyük idi deyə mən doğradım, çox uzun göründü. Ona görə o biri dilimləri eninə doğradım. Elə onda da uzun-uzun alınır. Söz yox. Baxın bu qaydada eninə doğradım. Eyni qayda ilə sarı biberi də, yaşıl biberi də təmizləyirəm. Dilimlərə bölürəm. Mən bu salatı əziz xanımlar özüm hazırladığım mayonezlə hazırladım. Yəni evdə hazırlanmış mayonezlə. Ümumiyyətlə mən salat hazırlayanda, mayonezli salat hazırlayanda demək olar neçə vaxtdır ki mən marketlərdən mayonez alıb istifadə eləmirəm. Sadəcə özüm evdə hazırlayıram. Yəni hazırlama qaydası o qədər də rahatdır ki, yəni heç adamın vaxtını da almır. Heç 3 dəqiqəyə hazır olur demək olar. Kanalımda da var hazırlama qaydası mayonezin. Buyurub baxa bilərsiniz. Həm yumurtalı mayonez, həm südlə hazırlanan mayonez. Odur ki bu salata da öz hazırladığım mayonezdən istifadə edirəm. Biberləri doğrayıb qutarandan sonra xiyarları da eyni qaydayla uzun-uzun samanvari doğrayıram. Burada çalışmaq lazımdır ki xiyarlar çox eyni xiyar, yəni combul xiyar olmasın da, lori dildə desək. Biraz arıq xiyarlar olsun ki, orta hissələrinin tumları sulu olur. Çox su verməsin salat, ona görə. Bazardaca biraz arıq, ensiz, nazik xiyarlardan istifadə etmək lazımdır. Sinə əti də var burada bizim. Bir dənə toyuğun sinə ətidir. Deməli, bir dənə normal yekə toyuğun sinə ətidir. İstifadə edirəm bu salata. Bu sinə ətini də samanvari, yəni didirəm, doğramıram. Doğramaq da olar, amma bütün ərzaqlar burada samanvari doğranıb deyə sinə əti də eyni ölçüdə demək olar da, eyni formada doğransa daha yaxşı olar. Həm də həcmi də artır onda sinə ətinin. Bir banka da konservləşdirilmiş qarğıdalı əlavə elədim. Baxın, burada mən bunu deyirdim, bu mayonezi özüm hazırlamışam burada. Hətta həm südlü mayonez var idi evdə, həm də yumurtalı mayonez. İkisini də bir-birinə qarışdırdım. İstifadə edirəm bu salata burada. Mayonezi də hazırlayanda duzunu, istiotunu qatmışam. Mayonezin dadında yəni duz, istiot var. Sadəcə damaq dadına görə burada ərzaqları qatdım deyə biraz sonda yenidən duz, istiot əlavə eləyirəm. Bu formada qarışdırıram. İnanın o qədər dadlı salatdır ki, yəni maraqlı bir dadı var. Elə bil adam doymur bu salatı yeyəndə. Deyim ki, yəni elə yedikcə yemək olur da. Evdə də uşaqlar çox xoşlayırlar bu salatı, evdəkilər. Demək olar tez-tez hazırlayıram. Mayonezin özü bu salata xüsusi bir dad verir. Bir var dükan mayonezi, o tamam fərqlidir, amma evdə hazırlanan mayonez çox ləzzətli olur. Yəni bütün salatlarda hazırlayanda ev mayonezi ilə hazırlasanız həqiqətən də maraqlı dadı olur da, çox dadlı olur. İnanıram ki siz də bəyəndiniz, çünki həqiqətən bəyəniləsi bir salatdır. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah kanalımda yeni videolarla görüşənədək. Hələlik.